Salam əziz dəyərli izləyicilər, hər birinizi xoş gördük. Biz sizə bugün feilin qrammatik məna növləri haqqında məlumat verək. Feilin qrammatik məna növləri dedikdə, burada subyekt və obyekt arasında qarşılıqlı münasibətdən söhbət gedə bilər. Yəni, feilin qrammatik məna növləri subyektin obyekt arasında qarşılıqlı münasibət zamanı formalaşır. Subyekt nədir? Subyekt cümlədə iş görəndir. Obyekt nədir? Obyekt üzərində iş gördüyümüz əşyadır. Yəni, subyekt cümlənin mübtədası, obyekt isə cümlənin tamamlığı. Belə deyək. Müəllim qələmi götürdü. Müəllim burada subyektdir, iş görəndir, cümlənin mübtədasıdır, üçüncü şəxsdədir. Qələmi obyektdir. Götürmək hərəkətini qələmin üzərində icra elədi. Ona görə də deyirik ki, bu obyektdir, bizim əşyamızdır. Amma götürdü hərəkəti də burada məlum növdədir. Yəni, burada götürmək feilinin məlum olması bizə aydındır. Nəyin nəticəsində? Subyektin nəticəsində. Və gördüyünüz kimi bu cümlənin mübtədası var, yəni subyekti var. Məryəm qapını açdı. Burada açmaq feili yenə də məlum növdədir. Çünki bu feilə görə biz bilirik ki, qapını açan Məryəmdir. Məryəm iş görəndir, Məryəm cümlədə subyektdir. Hər zaman subyekt cümlədə hər zaman mübtəda olmaq məcburiyyətində deyil. Bəzən subyekt cümlədə tamamlıqda ola bilir. Məsələn, elə qapı Məryəm tərəfindən açıldı. Kim tərəfindən açıldı? Tərəfindən sözünə fikir veririk. Bu zaman Məryəm tərəfindən açıldı. Yəni, bu cümlənin tamamlığı olur. Lakin açıldı feili burada məlum növdən çıxıb artıq məchul növə çevrilir. Məlum növdə olan feillər quruluşuna görə sadə, mürəkkəb, düzəltmə ola bilər. Lakin burada bir məqama fikir vermək lazımdır. Əgər biz deyiriksə, feilin qrammatik məna növləri leksik şəkilçilərindən yaranır və feildən yaranır, bəli, feilin qrammatik məna növlərini yaratmaq üçün biz feildən feil düzəltməliyik. Amma məlum növə diqqət etdikdə, məlum növdə olan feillər düzəltmə ola bilməz. Bəs məlum növdə olan feillər necə düzəltmə ola bilir? Adlardan düzələn feillər məlum növdə düzəltmə ola bilər. Əlbəttə ki, yəni biz birləşdik. Nə etdik? Birləşdik. Saydan düzələn sadə düzəltmə feildir. Mürəkkəb də ola bilər. Biz uşaqlara kömək etdik. Nə etdik? Kömək etdik və yaxud biz tapşırığı birgə həll eləyə bildik. Həll edə bildik. Görürsünüzmü? Burada mürəkkəb feil də ola bilər, adlardan düzələn feillər də ola bilər, yəni quruluşuna görə düzəltmə, amma məlum növ feildən düzələ bilməz. Çünki feilin qrammatik məna növlərində məlum növün xüsusi şəkilçisi yoxdur. Və qayıdış növü izah edərəm. Qayıdış növdə iş görən işi öz üzərinə icra edir. Yəni, duman çəkildi. Burada müdaxiləsiz duman özü çəkilir. Və qayıdış növlə məchul növün şəkilçiləri eynidir. I-ın şəkilçilərinə fikir verək. Bunlar leksik şəkilçilərdir. Yəni, feildən feil düzəldən şəkilçilərdir. Nəyi diqqətinizə çatdırmaq istəyirəm? Məsələn, qayıdış növdə biz deyirik ki, iş görən işi öz üzərində görür, yəni duman çəkildi. Burada ilk şəkilçinin vasitəsindən də biz görürük, 4 variantlı şəkilçidir. Amma deyirəm ki, babam qocaldı. Burada qocaldı sözünə fikir verək. Qoca sözü sifət olduğundan, burada sifətdən feil düzəlir. Yəni, feildən feil düzəlməyib ki. Ona görə də qocaldı sözü, duruldu sözü, dirildi sözü, ucaldı, o mənim gözümdə ucaldı. Ucaldı sözü məchul növdə deyil, qayıdış növdə deyil, məhz məlum növdədir. Bizi çaşdıran məqamlarda bu kimi sözlər olur elə. Yəni, ucaldı deyirik ki, hava qaraldı. Qara sözün kökü olduğundan qara. Bu sifətdir və sifətdən biz rahat feil düzəldirik. Amma feildən ki, feil düzəltməmişik. Deməli, feilin qrammatik məna növləri mütləq feildən feil düzəlməlidir. Bura diqqət etmək lazımdır. Məhz bu baxımdan da qocaldı, ucaldı,
duruldu, dirildi kimi sözlər qayıdış növdə deyil, məchul növdə deyil, məlum növdədir. Çünki burada bizə aydındır ki, babam qocaldı. Qocalan babamdır, iş görən babamdır. Qayıdış növünü müqayisə eləyək məchul növlə. Məchul növdə iş görən bizə aydın deyil. İş görülür, cümlənin mübtədası olur, lakin kim olduğu bizə məlum deyil. Məsələn, bayaq dediyim Məryəm qapını açdı, amma deyirəm qapı açıldı. Bu zaman cümlənin yenə də mübtədası var. Qapı obyekti keçir subyektin yerinə və cümlədə mübtəda olur, lakin subyekt olmur. Yəni, obyekt subyektin yerinə keçir. Qapı açıldı, məktub yazıldı. Məktubu yazan var, amma bizə məlum deyil. Kimdir onu icra edən? Biz onu bilmirik. Yəni, məchul feil bizə məlum olmayan kimsəni xatırladır və eyni zamanda ıl-ın-nı. Oxşar cəhət nədir? Qayıdış növlə, məchul növün şəkilçiləri eyni şəkilçilərdir. Sadəcə biz onların məzmunlarına fikir veririk. Qayıdış növ nədir bəs? Qayıdış növdə iş görən işi icra edir, lakin öz üzərində icra edir. Məsələn, duman çəkildi, ət çəkildi. Ət üzr istəyirəm, ət maşında çəkildi. Kimsə tərəfindən çəkilməlidir. Amma duman çəkildi, bu müdaxiləsizdir. Yəni, təbiətin öz üzərində icra etdiyi bir anlayışdır. Müxtəlif şəkilçilər eyni sözlərdə qarşılıq, qayıdış və məchul növü bizə yəni çaşqınlıq yaratmayaq deyə bu məqama diqqət yetirək. Məsələn, deyindi və deyildi sözünə baxaq. Qarı deyindi, qarı öz-özünə deyinir. Amma söz deyildi, kimsə tərəfindən söz deyildi. Ürəyim döyündü. Döyünən mənim ürəyimdir. Öz-özünə döyünür. Amma qapı döyüldü, burada kimsə tərəfindən döyülür. Yəni, bu məsələlərə deyindi, döyüldü kimi. Göründü sözünə baxaq. İş görüldü. Nə edildi? Görüldü. Məchul növdədir. Yəni, kimsə tərəfindən görülüb. Amma dağ başından qar göründü. Bu qar özü bizim gözümüzə görünür. Çox vaxt uşaqlar burada çaşırlar. Göründü feili burada məchul deyil, qayıdış növdədir. Ay göründü. Ay özü mənim gözümə görünür. Burada şəkilçiyə də fikir verək. Gör, görünmək. Yəni, feildən feil düzəlib. Qayıdış növdə subyekt dedik ki, işi özü öz üzərində icra edir. Məchul növdə isə iş görən qrammatik cəhətdən məlum deyil, lakin iş görülür. Kimsə tərəfindən görülür. Yəni, bunların fərqi bundan ibarətdir. Otaq bəzəndi nümunə göstərək. Otaq kiminsə tərəfindən bəzənməlidir və yaxud əgər biz belə də yadda saxlaya bilərik. O otağı bəzəməsək, ömür boyu özü bəzənməz. Kimsə ona eləməlidir. Aydındırmı? Amma qız bəzəndi, qız işi özü öz üzərində görür. Yun darandı. Yun küncdə qalıb, kimsə onu darıyır, amma bizə məlum deyil kim onu daradı. Yəni, yun darandı, burada məchul növdədir. Qız darandı, qayıdış növdədir. Yəni, bu hallara diqqət yetirmək lazımdır. Bunların məzmunundan fərqləri aydın görünür. Şəxssiz növ, şəkilçilərə diqqət etsək, eyni şəkilçilərdir. Həm məchul, həm də qayıdış növlə. Şəxssiz növdə adından göründüyü kimi şəxs burada yoxdur. Yəni, burada subyekti axtara bilmərik. Daha çox burada yönlük halı ilə əlaqə yaranır. Məsələn, məsələyə baxıldı. Kim tərəfindən baxıldı? Buralarda Eldar Şamına rast gəlindi. Kim tərəfindən rast gəlindi? Eldar Şamına fikir verirsiniz, yönlük halındadır. Məsələyə baxıldı. İclasda bu fikrə münasibət bildirildi. Kim tərəfindən bildirildi? Məlum deyil bizə. Yəni, şəxssiz növ şəkilçisi yalnız burada üzr istəyirəm, üçüncü şəxsdə olan bir növdür. Şəxssiz növün özünün şəkilçiləri, məchul və qayıdış növə oxşasa da düzdür, burada nə yoxdur? Il və ın şəkilçiləri var, amma şəxssiz növdə subyekt qətiyyən yoxdur. Və elə məhz burada da onu deyə bilərik ki, məchul növdə subyekt yoxdur, amma mübtəda var. Qayıdış növdə subyekt var, işi öz üzərində icra edir. Şəxssiz növdə ümumiyyətlə subyekt yoxdur. İcbar növdə. İcbar növ dır-tı şəkilçisi ilə düzəlir. Burada iş görən işi özü yox, başqasına elətdirir.
Məsələn, yazdır. Və burada nəyə diqqət etmək lazımdır? İcbar növdə işlənən feil özündən əvvəl nəyi sözünü tələb eləməlidir? Əvvəllər biz buna deyirdik ki, təsirli feillər. Məsələn, yaz feili. Yaz. Məktubu yaz. Nəyi yaz? Məktubu yaz. Bunun əvvəlində, yəni yaz feilinin əvvəlində hər hansı bir söz nəyi sualını tələb eləyir? Ona görə də yaz feili birbaşa icbar ola bilir. Yazdır. Sən yox, başqasına yazdır. Eyni zamanda güldür sözünü biz icbar növ götürə bilmərik. Niyə? Çünki gül nəyə gül? Özündən əvvəlki sözü təsiri halında tələb eləmir. Güldür sözünü isə icbar eləmək üçün biz güldür sözünə bir də t əlavə edirik. Yəni feildən feil düzəldirik. Feili daha doğrusu gətiririk, nəyi sualını tələb etmək halına gətiririk. Ondan sonra isə bir dənə də t əlavə eləyib güldür icbar edirik. Bildirmək sözü icbar ola bilməz. Mən bildirirəm, özüm bildirirəm. Məzmununa fikir verin. Yəni bu məqamlara diqqət etmək lazımdır. Bəzən bu şəkilçilər yer dəyişmə də edə bilir. Bəzən də icbar növdə subyekt əsasən 2 nəfər olur, çoxdur. Bəzən də yazdırtmaq, yəni bir söz 2 dəfə də icbar ola bilər. Bundan başqa oturt sözündə, oturt icbar deyil, oturtdur, sonra çevrilir icbara. Qarşılıq birgəlik növə gəldikdə isə işin qarşı-qarşıya icra olunduğu ifadə olunur. Yəni bunların şəkilçiləri də eynidir. Iş və ş şəkilçisi ilə yaranır. Məsələn, yazışdıq. Biz qarşı-qarşıya yazışdıq. Değişdik. Qarşı-qarşıya değişdik. Atışdıq. Tərəflər atışdı. Bu atışmaq sözünü də 2 cür anlamaq olar. Yəni biz atışdıq, sinif olaraq yoldaşlarla atışdıq, birgə elədik bunu. Bu zaman birgəlik anlayışı var burada. Amma atışdıq, qarşı tərəflə cəbhədə atışdıq, o zaman qarşılıq birgəlik deyil, qarşılıqdır. Birgəlik isə, yəni hərəkətin birgə olduğunu ifadə edir. Məsələn, ağlaşmaq, məsələn, gülüşmək. Fikir versək, birgəlik növdə olan feilləri biz şəxsin hər 3 təkində işlədə bilmərik. Yəni yalnız cəmində. Biz gülüşdük, siz gülüşdünüz, onlar gülüşdülər. Məsələ adından da ifadə olunur ki, birgə olunan şey ifadə edir. Qoyunlar mələşdilər. Burada şu şəkilsindən istifadə edirik. Yəni bəzi sözlər var ki, məsələn qarşılıqda məzmun qarşılıq ifadə edir, amma qarşılıq deyil, məlum növdədir. Buna da diqqət etmək lazımdır. Məsələn, güləşdik sözündə. Tərəflər 2 tərəflə güləşmək olar. Barışmaq, eyni zamanda yarışmaq. Lakin burada sözlərdə şəkilçi yoxdur. Diqqət eləsək, barışmaq sözün köküdür. Güləşmək də sözün köküdür. Və yaxud yarış sözün köküdür. Ona görə də diqqət eləsək, burada məlum növdə olan feillər vardır. Bu məsələlərdə də çaşmaq lazım deyil. Feilin qrammatik məna növləri haqqında verdiyimiz məlumat bu qədər. Fikirlərimizi testlər əsasında izah edərik. Əgər videomuz xoşunuza gəldisə, abunə və dəstək olmağınızı əsirgəməyinizi xahiş edirəm.